Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün sizinlə bugün keçirilən güvən 10-cu sinif 1-ci qrup variant B-nin suallarını izah etməyə çalışacağam. 61-ci suala baxaq. Bizə kalium 2 SO4 məhlulunun elektroliz zamanı şərtdə bildirilir ki, katodda 11,2 litr qaz alınmışsa, anodda neçə litr qaz ayrılır? Biz bilirik ki, kalium 2 SO4-ün elektroliz zamanı katodda hidrogen, anodda oksigen ayrılır. Ona görə də burada sanki suyun elektrolizi baş verir. Yəni yazıram H2O elektroliz uğrayır, hidrogen və oksigen alınır. Reaksiyanı bərabərləşdirəndə suyun əmsalına 2, hidrogenin əmsalına 2 yazıram. Və şərtdə bildirilir ki, 11,2 litr katodda. Katodda hidrogen ayrılır. Üzərində yazdım 11,2 litr. Aşağıdakı hidrogen 2 moldur, 44,8 litr. Və bu zaman deyir neçə litr oksigen alınar? Oksigenin üzərində yazıram x litr, yəni bilmirəm nə qədər x litr. Aşağıda isə oksigen 1 moldur, yəni 23,4 litr. Buradan x-i tapanda tənasiblə yazsaq 44,8-də 23,4-dürsə 11,2-də x də bərabər olur 5,6-ya. Düzgün cavab variantı B variantı. Keçək növbəti sualımızın izahına. Növbəti sualda bizə reaksiya verilib və tarazlıq sabiti soruşulur. Biz də bilirik ki, tarazlıq sabiti reaksiya məhsulların qatlıqları hasilinin başlanğıc maddələri qatlıqları hasilinin nisbətinə bərabərdir. Buradan K bərabərdir. Məhsul NO2-dir. NO2-nin deməli tarazlıq qatlığı üzərində yazıram 2 çünki əmsalı 2-dir. Bölünsün başlanğıc maddələrin NO-nun tarazlıq qatlığına üzərində yazıram 2 əmsalı 2 olduğu üçün və oksigenin deməli NO2-nin oksigenin tarazlıq qatlığına olan nisbəti əmsal 1-dir. Üzərində heç nə yazılmır. Burada düzgün cavab variantı D variantıdır. Keçirik növbəti sualın izahına. Növbəti sualda bizə sirkət turşusu verilmişdir. CH3COH maddəsi və doğru ifadələr. CH3COH maddəsini mən buradan yazsam, görürük ki, bu maddədə bizə deyir ki, 3 müxtəlif element atomlarından əmələ gəlib. Bəli, doğrudur. Karbon, hidrogen və oksigen. Molekulda 3 atom var. Xeyr, səhvdir. Molekulda 3 atom yoxdur. Molekulda 2 karbon, 4 hidrogen, 2 o da 4, 6, 2 də oksigen atomu var. Ümumilikdə 8 atom var. Mürəkkəb maddədir. Bəli, doğrudur. Müxtəlif növ atom olduğuna görə mürəkkəb maddədir. Qarışıq xeyr, formül olduğuna görə saf maddədir. Düzgün cavab variantı 1, 3, yəni Y variantıdır. Keçək növbəti 64-cü suala. 64-cü sualda bizə kalium XO4 maddəsi verilib. X-in oksidləşmə dərəcəsi soruşulur. Kaliumun oksidləşmə dərəcəsi müsbət 1, X-i bilmirik, X ilə işarələyək. Oksigen mənfi 2. Cəbri cəmi 0-a bərabər eləyək. Bir ədəd kaliumumuz var. 1 vurulsun 1. Üzərinə gəlsin X. X-dən bir ədəddir. X vur 1, yəni X. Minus 8, yəni 4 vurulsun mənfi 2. Bərabərdir 0-a. Buradan da X bərabər olur 8 minus 1, yəni müsbət 7-yə. X bərabər oldu müsbət 7. Cavabımız olur B variantı. Daha sonra keçək növbəti 65-ci sualın izahına. 65-ci sualda bizə məhlula aid sualdır və burada bizə belə bir deməli deyir ki, X duzunun 100 qramını neçə qram suda həll etmək lazımdır ki, həll olma əmsalı 400 olsun. Həll olma əmsalı KH-dır. Yəni həll olma əmsalı nəyə bərabərdir? 400 bərabərdir. Həll olan maddə, yəni 100 qram deyir də. Həll olan maddə X duzunun 100 qramını. Həll olan maddə bölünsün M su. Bilmirik nə qədər sudur. X vurulsun 1000. Yəni düstur bu şəkildədir də. Vurulsun 1000. 1000-ə vurduqda indi buradan vur 1000. 100 böl x də bərabər olur 400 bölünsün 1000. Yəni 10-da 4-ə 4x bərabərdir 100 vurulsun 10-a. Buradan yazım. 4x bərabərdir 100 vurulsun 10. Bir dəfə 25 dəfə cavab olur 250. Yəni A variantı. Keçirik növbəti 66-cı sualın izahına. 66-cı sualda bizə maddə verilib. Orada polyar kovalent rabitənin sayı deməli polyar kovalent rabitə sayı burada fərqli qeyri-metal atomlar arasında olan rabitədir. Baxın, burada bir dənə var. Burada 2 dənə, burada 3 dənə. 3 üzərinə gəlsin. Burada 1, 2 dənə, 2. Burada da bir dənə.
Üzərinə gəlsin 1. Cavab olur 6 polyar kovalent rabitəmiz var. Burada 7 yazıb. 1 səhvdir. 2-yə baxaq. Qeyri-polyar kovalent rabitə sayı. Qeyri-polyar kovalent rabitə sayı karbon-karbon atomları eyni qeyri-metal atomlar arasında olan rabitədir. Bu da bir dənədir. Baxın, karbonlar arasında bir rabitə var. 2 doğrudur. 2 doğrudur. 3-ə baxaq. Sigma rabitə sayı. Sigma rabitə dedikdə təhqiqat rabitələrini nəzərdə tutur. İndi biz də baxaq burada neçə təhqiqat rabitəmiz var. Təhqiqat rabitələrin sayı da karbon-hidrogen atomları arasında olan rabitə 3 dənə. Üzərinə gəlsin karbon-karbon atomları arasında 1, karbon-hidrogen atomları arasında yenə 1 və karbon-oksigen atomları arasında olan rabitələrdən biri sigma, biri pi. Üzərinə gəldim 1. 3 o da 3, 6-ya bərabər olur. Sigma rabitə sayı 6. Elə düzgün cavab variantımız 2, 3, yəni B variantıdır. Keçək 67-ci suala. Hansı qarışığın tərkibini ayrıcı qıfla ayırmaq olar? Ayrıcı qıfla bir-birində həll olmayan maye, yəni D variantı neft, su. Sonra 68-ci sual. Deyir, hansı hallarda doğru verilmişdir? Yuxarıdan aşağı, yəni qrup üzrə yuxarıdan aşağı getdikcə hansı xassələr? Atom radiusu artır, bəli, doğrudur. Çünki metallıq artır. 1, 3. Atom radiusu ilə metallıq artır. Cavab olur A variantı. Daha sonra keçək 69-cu sualın izahına. 69-cu suala baxaq. Bizə deyir, hansı duzun suda məhlul elektroz zamanı katodda hidrogen ayrılır. Biz də bilirik ki, katodda hidrogen aktiv metallarda ayrılır. Ona görə də deməli, katodda hidrogen qazı ayrılar. Ona görə də düzgün cavab variantı B variantı olacaq. Natrium flor. A variantında mis bromdur. Mis pasiv metaldır. Civə passivdir. Gümüş passivdir. C də mis passivdir. Onlarda sadəcə metalın özü ayrılır. 70-də elektrolitdir. Yəni elektrik cərəyanı keçirən maddədir. Qazlar elektrik cərəyanı keçirmir. 3 səhvdir. Şəkər keçirmir. 2, 3 olmaz. 1, 4. Yəni cavab Y variantı. 71-ci suala baxaq. Deyir 5 mol kalium xlor duzunu su əldə etdikdə dissosiasiya dərəcəsi 80% olarsa neçə mol ion? Deməli 5 molun 80% dissosiasiya edib. Bu o deməkdir ki, yəni 5-in 80% dissosiasiya edib. 5-in 80%-ni tapıram. Bərabər olur. Deməli 5 vurulsun 80, 400 bölünsün 4. Deməli 4 mol burada kalium xlor dissosiasiya eləyib. Yəni 4 molu dissosiasiya eləyib. Ona görə də bizdən soruşur ki, duzun neçə molu ionlara ayrılmışdır? Elə 4 molu cavab Y variantı. Keçək 72-ci sualın izahına. 72-ci sualda bizə qablar verilib. A qram 20%, A qram 40% və növbəti yenə məhlul sualıdır. Növbəti məhlulun qatılığını soruşur. Deməli bunun üçün nə edirik? A qram 20%, M1 omega 1 üzərinə gəlsin M2 omega 2, omega son M1 plus M2 düsturundan istifadə edirik. 20 vurulsun. Deməli yazıram 20 vurulsun A, yəni 20A. Üzərinə gəlinsin 20A, üzərinə gəlsin 40A bərabərdir. Kütlələrin cəmi AA, yəni 2A vurulsun omega son, bilmirəm B-yə də, yəni X-ə. 20A, o da 40A, 60A bərabərdir 2A plus 2A vurulsun B. A-lar ixtisar olunur. Buradan da B bərabər olur 30-a. Düzgün cavab variantımız C variantı. Daha sonra isə növbəti keçirik 73-cü sualın izahına. 73-cü sualda baxaq bizdən nə soruşur? Su verilib, bir də H2 hidrogen peroksidlə su üçün eyni olan nədir? Deməli diqqətlə baxaq. Kəmiyyət tərkibi atomların sayıdır, eyni deyil. Keyfiyyət tərkibi eynidir. Hidrogen və oksigenden ibarətdir. Düzgün cavab da 2 olmalıdır. Ya cavab A, ya cavab C'dir. Yəni 1 ilə 4. Bir səhv olduğuna görə avtomatik cavabımız qalır 4. Hidrogen atomlarının sayı bəli doğrudur. Hər ikisində 2 hidrogen atomu var. Cavab A variantı. Növbəti 74-cü sual. 74-cü sualda bizə tənlik verilib və reaksiyasından 5,6 litr 2H4 tam yanması zamanı belə deyilir 350 kilojol istilik yayılırsa istilik effekti. Deməli biz bu reaksiya bərabərləşmiş haldadır. Lap əla. 5,6 litr yanında deməli diqqət yetirək 5,6 litr yanında deyir ki 350 kilojol istilik ayrılır. 350 kilojol. İndi şərtdə biz görürük ki 1 mol yanıb da. Yəni 22,4 yanında nə qədər istilik ayrılır? X. Bu bizim istilik effektimizdir də bu reaksiyaya görə. Deməli bu 350 vurulsun 4 olacaq. 350 də 4-ə vuranda 35 4-ə vuranda
2, 120, 100, 40'la bağlı cavab alınmalıdır. Cavab olur Y variantı. Daha sonra 75'ə baxaq. Duz əmələ gətirən oksidləri müəyyən edin. Duz əmələ gətirən oksidlər turşu əsası amfoter oksidlərdir. 1 və 4 duz əmələ gətirməyənlərdir. 1 və 4 olan cavablar çıxılır. Cavab qalır B variantı. Çox sadə sual idi. 2 turşu oksiddir, 3 əsasi oksiddir, 5 də ki əsasi oksiddir. Daha sonra 76'ya baxırıq. 76 da sadə sualdır. Elektrolizə aiddir. Katodda, anodda ayrılan maddələr. Deməli duz verilib. Katodda metal ayrılır, anodda qaz ayrılır. Katodda metal ayrılan deməli metallar hansıları idi? Zəif metal olmalıdır. Cavab elə C variantıdır. Anodda xlorun özü ayrılır oksigensiz olduğu üçün, katodda da mis zəif metal olduğu üçün metalın özü ayrılır. Daha sonra 76'nı dediği 77-ci sualın izahına baxaq. 77-ci sualda bizdən nə tələb olunur? 77-ci sualda bizə 2 reaksiya verilib və ortaq olanları müəyyən etməliyik. Uyğun olaraq nə aiddir müəyyən etməliyik. Deməli burada görürük ki, birincidir eksotermik reaksiyadır. Xeyr. Eksotermik reaksiya hansıdır? 3. 3 eksotermikdir. 3'ə uyğun gedir 1. Deməli B və C variantları avtomatik getdi. B və C düzgün cavab variantı ola bilməz. Daha sonra 2'dir homogen reaksiyadır. Homogen reaksiya bu ortak değil. Homogen reaksiya 1'dir. Niye? Çünkü hər üçü qaz aqreqat halındadır. Homogen reaksiya 2 uyğun gedir 1'ə. Deməli A variantda getdi. Cavab ya D ya Y'dir. Daha sonra oksidləşmə reduksiya reaksiyasıdır hər ikisi. Çünki hər ikisində bəsit maddə var. 3 hər ikisinə uyğun gedir. Həcm dəyişmir. Deməli həcm dəyişmir yalnız 1'də. 4 uyğun gedir. Yalnız 1'ə. Cavab olur Y variantı. 78'ə baxaq. 2 mərhələdə dissosiasiya edir. 2 əsaslı turşu, yəni cavab B variantı. Hansı duz suda həll olmur? Cavab C variantı. Gümüş xlorid suda həll olmayan duzdur. Sonra 80'ə diqqət etdirək. 80'də bizə natrium xlor H verib hər ikisi ilə reaksiya daxil olan. Deməli turşu və əsasla reaksiya daxil olan oksid amfoter oksidi idi. 2'yə uyğun gedir 1. Cavab ya D'dir ya Y'dir. Daha sonra natrium OH-la qələvi ilə reaksiya daxil olan turşu oksidi olmalıdır. 1'ə uyğun gedir 2. Ona görə də cavab elə D variantıdır. 3'lə də H-xlorla da uyğun gedir kalsium oksid. Bir əsaslı qüvvətli turşu, əlbəttə ki nitrat turşusu, cavab C variantı. Daha sonra bizə burada biraz yaxşı görünmür. X2 mənfidən X4 müsbətə gedib, N-i müəyyən edin. N neçə elektron verib? Əlbəttə ki 6 elektron verib. 83. 83'də bizə bildirilir ki, deməli elektronların sayını müəyyən edin. PO4 3 mənfidə. Biz ilk öncə burada proton sayını müəyyən edək. Bir dənə fosforumuz var. 15 protonu var. 15 üzərinə gəlsin. Oksigen 4 dənədir. Bir oksigende də deməli 8 proton var. 8 vurulsun 4, 32. Ümumilikdə burada 47 nə var? Proton var. İyonumuzun yükü də var. Elektron sayını necə müəyyən edə bilərəm? İyonun yükü bərabərdir proton çıx elektron. İyonumuzun yükü mənfi 3'dür. Proton sayımız 47 oldu. Elektron minus elektron. Buradan da elektron bərabər olur 50'ye. Cavab 50. Daha sonra doğru verilmiş halları müəyyən edin. Dəmir metaldır. 1 əlbəttə ki doğrudur. Silisium qeyri-metaldır. Doğrudur. Su bəsit maddədir. Yanlışdır. Su mürəkkəb maddədir. 3 səhvdir. Ağ fosfor mürəkkəb maddədir. Xeyr, bəsit maddədir. Hava qarışıqdır. Bəli, doğrudur. Düzgün cavab variantı 1, 2, 5. Daha sonra keçirik növbəti hissənin izahına. Növbəti hissədə bizə belə bir qrafik verilib, temperatur əmsalı verilib, cavab soruşulur. Deməli, tau1 böl tau2 belə bir dusturumuz vardı. Burada tau1 120'dir. 120 bölünsün A, tau2 məlum deyil, bərabərdir. Gamma üstü, yəni 2 üstü T2 minus T1. T2'miz 40'dır, T1'imiz 20. 40 çıxılsın 20, yəni 20 bölünmüş 10. 2 üstü 2, yəni 120'ni nəyə böləndə 4'ə bərabər olur? 30'a. A da bərabər oldu 30. X maddəsinin formulu deyir hansında CH4'dür. Biz buradan deməli reaksiyanı bərabərləşdirib tapa bilərik. Baxın, deməli reaksiyanın birincisinə diqqət edirək. Sol tərəfində, sağ tərəfində karbon var, sol tərəfdə karbon yoxdur. Deməli X-in tərkibində karbon var, 4 hidrogen var, bu tərəfdə hidrogen yoxdur, CH4 bir düzdür. Sonra
2'yə baxaq. 4 karbon atomu var sağda. Solda 2 karbon, ikisinin əmsalında 2 varsa, deməli soldakı ikisinin tərkibində 2 karbon var. O metal ola bilməz. 2 yanlışdır. Daha sonra görürsünüz ki, 3'də sağda 2 karbon var. Solda x'in əmsalı 1'dir. Deməli orada da ikisinin tərkibində 2 karbon olmalıdır ki, rəqsə bərabər olsun. 3 də ola bilməz. 2 3 ola bilməz. Sonuncuya baxaq. 2 karbon atomumuz var. Burada da ki x'in qabağında 2 var. Yəni 1 karbon olar x'in öz tərkibində. 6 deməli hidrogen atomu burada, 2 burada 8 cəmi edir. Əmsalında da 2 var. Elə 4 vurulsun 2 8 edir. Ona görə də düzgün cavab variantı 1 və 4. 87-ci suala baxaq. Duzların əmələ gətirdiyi mühit. Neytral mühit qüvvətli əsas qüvvətli turşudan əmələ gələn duzlardır. 1'ə uyğun gedir D. Daha sonra uyğun gedir qüvvətli əsas qüvvətli turşu Y. Sonra əsası mühit. Əsası mühit deməli qüvvətli əsas zəif turşu olmalıdır. 2'yə uyğun gedir A. Daha sonra qüvvətli əsas zəif turşu təkcə A uyğun gedir. Turş mühit isə qüvvətli turşu zəif əsas olmalıdır. B və C variantları uyğun gedir. Növbəti 88-ci suala diqqət yetirək. 88-ci sualda bizə deməli kalsiyum xlorid duzu verilmişdir və burada deyir ki, kalsiyum xlorid duzu üçün dissosiasiya tənliyini yazın. Kalsiyum xlor 2 dissosiasiya eləyir. Kalsiyum 2 müsbət, üzərinə gəlsin xlor mənfiyə. Tənliyi bərabərləşdirsək, xlorun əmsalına 2 yazmalıyıq və dissosiasiyadan əmələ gələn tam dissosiasiyanın əmələ gələn iyonların mol sayı. Burada 2 mol kalsiyum xlor 2 verilib. 1 molundan 3 dənə iyon əmələ gəlir. 1 katyon, 2 anion. 2 molundan əmələ gələr X. X bərabərdir 6 iyon. Daha sonra 89'a baxaq. Bizə deyir ki 1 mol 89'da deyir ki 1 mol deməli natrium hidroksid ilə 1 mol orta fosfat turşusu arasında gedən reaksiyanın tənliyini yazın. Yazıram buradan natrium OH üzərinə gəlsin H3PO4. Deməli buradan tuş duzu alınacaq. Deməli tuş duzu alınır. Natrium H2PO4. Natrium H2PO4 üzərinə gəlinsin H2O. Deməli natrium HPO4. İndi bizə nə bildirir? Reaksiyanın tənliyini yazın və alınan duzu adlandırın. Duzu necə adlandırırıq? Natrium dihidro, yəni 2 dənə hidrogen, dihidro ortofosfat. Tuş duzdur. Daha sonra 90'a baxaq. 90'da bizə deyir ki, yenə məhlul. Deyir 400 qram 10%. 400'ün 10%'ni tapıram 100. Bir dəfə 10 dəfə 40 qram. Deməli duzun kütləsi. Burada 40 qram duz var və suyun mol sayını 400'dən ümumi məldan çıxıram 40'ı bərabər olur 360'a. Deməli burada 360 qram su var. Biz də bilirik ki, suyun 1 molu 18 qramdırsa 360'ı bölürəm 18'ə. Deməli burada 20 mol su var.